Muhammed ve Ali Muhammed'e salavat zikreleyek. Allahümme salli ala Muhammed ve Ali Muhammed. İkincini daha da yüksek. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Üçüncünü daha da ali. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracehum. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhâkumut takâsur. Kalla law ta'lemûne innel cehîm. Sümme leteravunneha aynel yaqîn. Sümme la tus'alunne yevme izin hîm. İnna sadakallah. Muhammed ve Ali Muhammed'e salavat zikreleyek. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve accil feracehum. İnşallah bu məclisin Allah Təbarək və Teala'nın dərgahında ali dərəcədə qəbul olması üçün, Əhl-i Beyt əleyhissalamın qəlbinin bizlərdən razı qalması üçün və Mövlamız sahibəl əsr vəl zaman əccəlallah Teala fərəcəhu şərifin zuhurunun təcil olması üçün Muhammed və Ali Muhammedə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və Ali Muhammed. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina Abil Qasim Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracehum. Ve lanetullah ala adaihim ecma'in minel an ila liqai yevmiddin. Rabbi şrahli sadri ve yasirli amri ve hlul uqdeten min lisani yefkahu qavli. Allah'ın salamı, bərəkəti və məğfirəti olsun pak Əhl-i Beytinə və siz dəyərli Əhl-i Beyt əleyhissalam aşiqlərinin üzərinə, sizləri və özümü Allah'ın təqvasına riayət etməyə dəvət edirəm. Allah Təbarək və Teala hər birimizi təqva əhlindən qərar versin inşallah. Dəyərli dostlar, bildiyiniz kimi bu günlərim xanım Fatıma-i Zəhra salamullahi aleyha anamızın ehtimal olunan şəhadət gününün Əyyam-ı Fatimiyyənin ikinci günüdür. Bu hüzünlü gün münasibəti ilə siz əzizlərimə təsliyyət ərz edir və baş sağlığı verirəm. Allah'tan arzum budur ki, Allah bizləri Quran və Əhl-i Beytin yolunda sabit qədəm eləsin və Həzrət Resulullah başda olmaqla Əhl-i Beyt əleyhissalamın inayətini bu günlərdə qazanmalı, əleyhanın məqamından danışmaqla yanaşı, Əhl-i Beyt əleyhissalamı sevməyin insana nə kimi faydalar var? Hansı yerdə insanın dadına yetər? Həzrəti İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Əhl-i Beyt əleyhissalamı sevmək, onlara məhəbbət bəsləmək, insanın 7 yerinə dadına çatar. 7 yerdə, 7 çətin anında ona fayda verər. Əhl-i Beyti sevmək, Əhl-i Beytə məhəbbət bəsləmək. Deyir ki, Əhl-i Beyti sevmək səbəb olar ki, insana 7 yerdə fayda versin.
Birinci yer, məhsullar buyururlar ki, insan can veren zaman insanın en çətin vaxtıdır. En çətin vaxtdır, həm görmədiyin bir şeylə rastlaşırsan, bir vəziyyətlə qarşı-qarşıya gəlirsən, həm sənin bu dünyada axırıncı saniyələrində onu dərk edirsən və bilirsən ki, ahirət evinə gedirsən. Orada səni nələr gözləyir, burada elədiyin əməllərinə bağlıdır. Etdiyin savab və ya günah işlərinə bağlıdır. Əgər savab işlər görürsən, xoş halına, sənə müjdə verib səni bu dünyadan o birisi aləmə köçürərlər. Ki, xoş olsun sənin halına, cənnət səni gözləyir. Amma vay olsun o insanın halına ki, bu dünyadan köçəndə ah nalə ilə dünyadan köçə gedər. Necə ki, bir hədis var, məhsullar buyururlar, deyir, yaşayanda elə yaşa ki, sən dünyaya gələndə ağlaya-ağlaya gəlirsən, amma insanlar səni gülə-gülə sevinclə qarşılayır. Yaşayanda elə yaşa ki, sən dünyadan köçəndə ağlaya-ağlaya yox, gülə-gülə dünyadan köçəsən, sənin ətrafındakı, sənin yaxınların səni ağlaya-ağlaya yola salsınlar. Səndən ayrılmaq onlara bir əzab olsun, səndən ayrılmaq onlara bir təsir eləsin. Bəzi insanlar var ki, bir ömür yaşayırlar, o yaşayışlarında heç bir iş görmürlər. Allah üçün, Allahın rızayətini əldə eləmək üçün heç bir iş görmürlər. Cəmiyyətdə 100 il yaşasınlar, yaşayıb ya öldüklərindən bir fərqi nəmir. Bir fərqi yoxdur, onlar yaşayıblar 100 il, yoxsa ölübdülər, ümumiyyətlə dünyaya gəlib gəlməyib, heç bir fərqi olmur insanlar üçün. Gərək bizim ömrümüz elə keçməsin. Bizim ömrümüz elə keçsin ki, Əhl-i Beyt əleyhissalam istəyən kimi onların həyat tərzi nə cür idi, o cürlə. Gərək bizim ömrümüz elə keçsin ki, yaşadığımız məntəqədə hər bir kəs bizim müştaqımız olsun. Bizi görəndə qəlblərinə sevinç gəlsin. Biz dünyadan köçdüyümüz zaman elliklə hamı yaz saxlasın. Olanda belə insan olmaq lazımdır. Yaşayanda bülbül ömrü yaşamaq lazımdır. Day qarğa ömrü yox. Bəzən biz bəzi şeylərə diqqət yetirmirik. Gözümüzü yumuruq. Asanda görürük ki, bir ömür ötüb keçib, amma biz heç bir şey eləməmişik. Niyə namaz qılmırsan? Qılacam. Şeytanın hiləsidir. Şeytan insanı ən çox aldatdığı yol budur ki, inşallah eləyərsən. Biraz gözdə səbr elə, eləyərsən, hələ var da vaxtda. Eləyərsən, birazdan eləyərsən. Şeytanın hiləsinin qarşısını almaq ən böyük vasitəsi də budur ki, şeytan sənə vəsvəsə eləyəndə deyərsən ki, birazdan eləyəcəm. Şeytan sənə vəsvəsə eləyəndə deyərsən ki, birazdan eləyəcəm. Təxirə salasan şeytanın vəsvəsəsini. Nə zaman ki bir vacibatı icra eləmək vaxtı gəldi çatdı, nə zaman ki bir savab işi görmək vaxtı gəldi çatdı, onu saniyəsini belə gecikdirmə. Həzrət Rəsulullah Pak Əhl-i Beyt əleyhissalam bu barədə çoxlu hədisləri var, çox sayda hədisləri var. Həzrət Əmir əl-Möminin əleyhissalam buyurur ki, bu günün işini, yaxşı əməlləri sabaha saxlama. Gün gələr sabah olar, amma sabah sən olmazsan. Gərək bunu biz başa düşək, idrak edək. Əhl-i Beyt əleyhissalamı sevməyin 7 dənə insana faydası var. Onlardan birincisi budur ki, insan can verən zaman Əhl-i Beyt əleyhissalamı ki, bu dünyada sevibsən, onlar istədiyi tərzdə həyat sürübsən, ömür sürübsən, onlar can verdiyin vaxtı gələr, Həzrəti Əzrail əleyhissalama deyər ki, bununla ana öz balasına necə mehriban davranar, o cürlə bununla davran. Gələr, şəfaətçi olarlar. Həzrəti Əzraildən xahiş edərlər ki, bunun canını rahat al, dünyadan rahat köçsün, geçsin. Xanım Zəhranı sevmək budur.
Əhl-i beyti sevmək budur ki, insanın birinci dərdinə dəydiyi yer nədir? İnsan can verən vaxtı insanın boyuna çatar. İkinci, insanın ən çətin vaxtlarında insanın əlindən tutur əhl-i beyti sevmək, əhl-i beytin məhəbbəti. İkinci yer o yerdir ki, insan qəbrə ki qoyulur, qəbrin vəhşəti çox dəhşətlidir, qəbrin qorxusu çox dəhşətlidir. İnsan ki, ilk dəfə qəbr evinə qoyuldu, o artıq diri-diri oraya qoyulsa ürəyə partlayar ölər. Ruh o qədər əzab, istirab çəkir ki, çünki heç tanımadığı bir yerdir, aşina olmadığı bir yerdir. İnsanlar yaxınları çiyinlərində tələsə-tələsə gətirərlər, qəbrin kənarına qoyarlar, ilk torpağı atan da özününkülər olar. Bu dünya belədir, vəfasız dünyadır. Bu dünyaya bel bağlamaq da insanın məntiqsiz hərəkəti olar. Dünya və dünyada olanlar hər bir şey müvəqqətidir, keçəridir. Onun üçün gərək ömrümüzü elə yaşayaq ki, ömrümüzdən istifadə eləyək ki, ahirətimizdə, əbədi yurdumuzda bizim qarşımıza gözəl əməllərimiz çıxsın. Deyir, əhl-i beyti sevməyin ikinci faydası budur ki, ikinci yerdə insanın dərdinə dərman olar, o da budur ki, insan qəbr evinə qoyulanda əhl-i beyt əleyhissalam gələr, qəbr evində ona həmdəm olar. O qəbrin qaranlığından, sıxıntısından, qorxusundan insana nicat verərlər. İnsana nicat verərlər. Ona görə bəzən gərək insan əgər bir nəfəri sevirəm deyirsə də, ən azından gərək onun bəyəndiyi şeyləri eləyək. Gəlin bütün şəhərə düşək, gəlin bütün ölkəni gəzək, kimə mikrofon tutsaq, kimdən intervyu götürsək, soruşsaq, Həzrət Rəsulullahı sevirsənmi? Hamı deyər, 99,9% hamı deyər ki, mən Həzrət Rəsulullahı sevirəm. Amma biz sevdiyimiz adamın istədiyi kimi mi ömür sürürük? Mən çox-çox üzr istəyirəm ifadəmə görə. Mən bu sözümə görə bağışlayın. Bəzən cavanlar bir dənə qızı sevəndə, o qızın gözünə girməkdən ötürü, onun qəlbini fəth etməkdən ötürü dəridən qabuqdan çıxırlar. Çalışırlar ki, əllərində hər nə fürsət var, o işləri görsünlər ki, qarşı tərəf buna məhəbbət bəsləsin. Biz aləmlərə rəhmət olaraq göndərilən Həzrət Rəsulullahın ümmətiyik. Əgər iddia ediriksə də biz Həzrət Rəsulullahı sevirik, Həzrət Əlini sevirik, Əhl-i Beyti sevirik bir sözlə. Amma əməllərimiz o sevgimizlə, iddiamızla üst-üstə gəlmirsə də biz boş yaşayırıq. Özümüzü aldadırıq. Özümüzü aldadırıq ki, biz ahirətdə əli boş gedərik. Boş-boş, uzun-uzadı arzular, xəyallar insanı ahirət azuqəsindən saxlayar. Ona görə Əhl-i Beyti sevəndə o cür nə sevmək lazımdır ki, bu yerlərdə də bizim hoyumuza çatsınlar. Dedik, ikinci insana faydası budur Əhl-i Beyti sevməyin, insanın qəbr evində gələrlər, ona munis olarlar, ona həmdəm olarlar, onun yanında qəbrin sıxıntısından amanda saxlayarlar, yanında olarlar o çətin vaxtında. Üçüncü, Əhl-i Beyti sevməyin insana faydası olan yer budur ki, insan qəbirdən oyananda tamam başqa bir vəhşət, qorxu bürüyər insana. Çünki qəbirdən ki, insan oyanır, qalxır, tamam başqa bir aləmə oyanır, qalxacaq. Qəbirdən oyananda insan gərək elə bir dünyada elə bir əməl sahibi ola ki, qəbirdən oyananda öz surətində oyanan. Həzrət Rəsulullah buyurur ki, qiyamət günü mənim şəfaətim o şəxslərə olacaq ki, onlar qəbirdən öz simasında, öz surətində oyansınlar. Hədis var ki, bu dünyada bəzi əməl sahibləri var. O əməl sahiblərinin əməlləri səbəb olar ki, dünyadan köçəndə başqa bir surətdə köçsünlər, geçsinlər. Və qəbirdən oyananda da, məhşərə gələndə də başqa bir surətdə gəlsinlər. Üzr istəyirəm ifadəmə görə, bəzi adamlar olacaq,
Görərsən ki, qəbirdən uyandı, bədəni insan bədənidir, başı it başıdır. Üzr istəyirəm ifadəmə görə, haşa məsciddən görərsiniz ki, bəzi adamlar ki var, qəbirdən uyandı, başı domuz başıdır. Və hədislərdə var ki, deyir, qəbirdən insanlar ki oyanar, elə bir çirkin, elə bir qorxunc viddə heyvanlar surətində qəbirdən uyanar ki, bəzi insanlar bütün dünyanı gəzsən, onun surətində qorxunc bir məxluq tapa bilməzsən. Ona görə salamı sevmək insana fayda verər. Əməl dəftəri ki insanın əlinə təqdim olunar, o zaman Əhl-i Beyt əleyhissalam insanın hoyuna çatar, yanında olar. Əməl dəftərinin insanın əlinə verildiyi vaxt, o vaxt ən çətin anlardır ki, insan elə bir həsrət, elə bir intizar içərisində olar ki, əcəba mən dünyada nə işlər görmüşəm, yaxşılığım yoxsa pisliyim üstün gələcək bir-birinə. Hansı əməlim bir-birinə üstün gələr, hansı əməlim daha üstün olacaq, mənim əməl dəftərim sol əlimə veriləcək yoxsa sağ əlimə. Deyir, o vaxt intizar çəkdiyi vaxt Əhl-i Beyt əleyhissalam Allaha dua edir ki, Allah bunun yaxşı əməllərini pis əməllərinə qalib elə. Yaxşı əməllərini əməl dəftərində çox elə. Bu intizar çəkən bizim aşiqimizin özünü güldür, sevindir. Onun əməl dəftəri sağ tərəfdən, qarşı tərəfdən onun sağ əlinə təqdim olunsun. Əhl-i Beytin insana faydası dördüncü yerdə budur ki, insanın əməl dəftəri ona təqdim olunanda yanında olarlar, Allah'tan dua edirlər. Və beşinci, Əhl-i Beyti sevməyin insana faydası budur ki, hesab zamanı, əməllərin hesablandığı zaman Əhl-i Beyt əleyhissalam Allah'a dua edir ki, Allah bu bəndənin günahlarından keç, Allah bu bəndəni əfv elə, şəfaətçi olarlar ki, insanın xeyir əməlləri çox gəlsin. Allah onun günahlarını əfv eləsin. Allah onun günahlarından keçsin ki, əməlləri çox olsun. Altıncı yer insana Əhl-i Beytin məhəbbətinin dadına yetişdiyi altıncı yer budur ki, əməllər tərəzəsinə əməllər qoyulduğu zaman, hesablandığı zaman Əhl-i Beyt əleyhissalam ona həmdəm olar. Əhl-i Beyt əleyhissalam Allaha dua edir. Və yedinci, Əhl-i Beytin məhəbbəti insanın hoyuna çatdığı yer Sirat körpüsündən keçən vaxtdır ki, Əhl-i Beyt əleyhissalam insanın əlindən tutar, Allaha dua edir ki, Allah bu bəndənin qədəmləri sabit olsun, bu Sirat körpüsündən çabalayıb, Sirat körpüsündən aşağı cəhənnəmə düşənlərdən olmasın. Əhl-i Beytin məhəbbəti insan üçün ən təhlükəli, insan üçün ən çətin zamanlarda insanın boyuna çatar, əlindən tutar. Dəyərli dostlar, Həzrət-i Zəhranı sevmək, xanım Fatimə-i Zəhra anamıza məhəbbət bəsləmək insanı bu yerdə, bu 7 yerdə insanın boyuna çatar, insanın əlindən tutar. Bəs bunun əksi necədir? Əhl-i Beytə nifrət bəsləmək necədir? Əhl-i Beytə düşmənçilik etmək necədir? Xanım Zəhranın qatili olmaq necədir? Elə bilin ki, bu vaxtlarda insanın ki, Əhl-i Beyt əlindən tuturdu, bunun əksi də var. Əhl-i Beyt o zaman ki, kimlər Əhl-i Beytlə düşmənçilik elədilər, kimlər Əhl-i Beytə qarşı çıxdılar, Əhl-i Beyt onları nifrin eləyər. Allah'tan onlar üçün bəla oxuyar. Dünyadan ölüb gedəndə 1001 əzabla dünyadan ölüb gedər. Və qəbirdən oyananda öz surətində yox, vəhşi heyvandır surətində, vəhşi heyvanın surətində qəbirdən oyanar. Və bir çox yerlərdə onları istirab, onları əzablar gözləyir ki, Allahın ən üstün bəndələri olan Əhl-i Beyt əleyhissalama bu qədər əziyyət verələr. Həzrət Resulullah xanım Fatimə-i Zəhra salamullahi əleyha anamızın haqqında buyurur ki, Əbuha fidaha
Həzrət Rəsulullah və Əhl-i Beyt əleyhissalamdan bir neçə nəfər üçün bu sözlər deyilir. Hər kəs üçün bu sözlər deyilmir ki, canım sənə fəda olsun, atan sənə fəda olsun ya Zəhra. Əhl-i Beyt əleyhissalam üçün bu hər yerdə deyilmir. 100-də mində bir yerdə və məxsus adamlar üçün bu sözlər deyilir. Əgər xanım Zəhra üçün Həzrət Rəsulullah və Əhl-i Beyt hamısı deyirsə, sənə canım fəda olsun ya Zəhra, atan sənə fəda olsun ya Zəhra, görün xanım Zəhra kim idi? Və xanım Zəhranın əzəməti nə qədər idi? Nə dərəcədə əzəməti var idi ki, Allahın Peyğəmbəri bu cürünə davranırdı. Yazırlar, Həzrət Rəsulullah sallallahu aleyhi və aleyhi və səlləm nə zaman ki, hər hansı bir məclis olardı, xanım Fatimə-i Zəhra salamullahu aleyha körpə yaşlarında olduğu zamandan belə buyururlar ki, o vaxt ki məclisə daxil olardı xanım Zəhra, Peyğəmbər salavatullah əgər minbərdə moizə etdiyi yerdə olsa belə, minbərdən enərdi, onu qarşılayıb, qucaqlayıb bağrına basardı. O dərəcədə bəzən cahil, qanmaz ərəblər, bəziləri qalxdılar, Həzrət Rəsulullaha irad tutdular ki, ya Rəsulallah, sən Allahın Peyğəmbərisən, bu da sənin balandır, bu uşağın əyərinə qalxırsan, sən xütbəni niyə dayandırırsan bundan ötürü? Həzrət Rəsulullah orada başa salır ki, ay filan kəs, bunu mən özüm öz istəyimdən etmirəm. Hər nə deyirəm Zəhra haqqında Allahın əmridir. Hər nə edirəm, hər nə ehtiram göstərirəm, hamısı Allahın əmridir ki, mən eləyirəm. Biz surə var da Quran-ı Kərimdə, Nəcm surəsində Allah təbarək və təala nə buyurur? Buyurur ki, Bismillahirrahmanirrahim buyurur, mə yəntiqu, hər nə işi görür, bəlkə Allahın əmridir ona o işi görür. Allahın vəhyidir. Peyğəmbər kimlərin haqqında hər hansı sözü deyir, Allahın əmridir. Kimləri haqqa dəvət edir, Allahın əmridir. Kimləri lənətləyir, Allahın əmridir. Kimləri sevir, Allahın əmridir. Peyğəmbər salavatullah bu cürünə şəxsiyyət idi ki, xanım Zəhra salamullahu aleyha haqqında çoxlu sayda hədislər, fəziləti haqqında çoxlu sayda göstərişlər buyurur. Allahdan arzum budur ki, Allah təbarək və taala hər birimizi dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın. Allah sonumuzu xətm-i xeyr eyləsin. Allah